Herkes salam uşaqlar. Bu günlər sizinlə 7-ci sinif ingilis dili KSG 5 nümunəsinə baxacaq. Başlayaq. Bir də deyir ki, choose the correct definition to the word to whisper. Pıçıldamaq sözü, yəni whisper sözünə düzgün izah seçin. To speak very slowly and quietly. Nəyisə yavaş demək, yavaş və sakit demək. Deməli, bir də A. 2-də deyir ki, choose the correct word. Düzgün sözü seç, variantı seç. My friend Ali never tell a lie. He is... Mən dostum Əli heç vaxt yalan danışmır. Deməli, o necə birisidir? Düz danışan, doğru sevər, vicdanlı biridir. Deməli, 2-də C olacaq, honest. 3-də deyir ki, choose the correct word referring to the definition giving money or spending time to help people in need. Deyir ki, yəni bu izaha aid olan düzgün bir sözü seçin. Əgər bir insan digərinə pul xərcləyir, vaxt sərf eləyir və yəni köməkdə ehtiyacı olan bir insana kömək eləyirsə, o necə birisidir? O səxavətlidir. Generous, deməli 3-də D-dir. 4-də deyir ki, choose the line of adjectives, yəni sifətlər olan cərgən seçin. Optimistik sifətdir, adjectivdir, amma whisperer feildir. Deməli, A getdi. B-də reliable və confident. Bu sifətlərdir. Reliable, güvənləsi bir adam. Bir də confident, özünə güvənən. O da sifət. Deməli, cavab B-dir. 5-də deyir ki, choose the correct word. Layla is girl because she always wants to show her ability. Burada confident olacaq. Çünki Layla özünə çox güvənirsə, deməli, həmişə öz bacarıqlarını göstərmək istəyir. Bir də confident. 5-in ikincisində Ali often donates money to charity. He is generous. Əgər pul sərf eləyirsə, kiməsə xeyriyyə pul sərf eləyirsə, deməli o əli açıq, səxavətli birisidir. Daha sonra burada deyir ki, first conditional. First conditional nə idi? Hər iki if tərəfi present simple olsun, yəni budaq cümlə present simple, amma baş cümlə, yəni o birisi tərəf will ilə düzəlsin. Deməli, burada if tərəfçi present simple olacaq. If Tom is late, the teacher will punish him. Və yaxud da we will go for a walk when my dad comes from work. Belə. 7-də deyir ki, complete sentences using the zero conditional. Burada isə zero conditional-a aid olacaq. Zero conditional-da hər iki tərəf present simple olurdu. Deməli, Ali listens S-lə olacaq. Listens to music when he is sad. Bir də if they get up early, they go running at the seaside. Deməli, 8-ə baxaq. Match the words to their definition. Sözləri yəni izahlarına uyğun olaraq birləşdirin. Sail, travel on boat, 1C, remind, help someone to remember, 2-də B, 3-də forget, not remember to do something, 3-də A. 9-a baxaq. Ali is a good person. Replace the underlined word with better one. Deməli, good sözünü biz daha yaxşı bir sözdən əvəz eləyək. Ali is a good person. He never tells anyone my secrets. Deməli, o necə birisidir? O, güvənilən bir adamdır ki, ona etibar eləmək olar. Deməli, burada cavab reliable olacaq. Reliable person. Cavab C. 9C. İndi ona baxaq. Deməli, burada mətni oxumaq lazımdır. Mətni oxuyarsınız. Burada deməli suallara baxaq. What is the passage about? Deməli, burada bir də deyir ki, what is the passage about? Yəni bu mətn nə haqqındadır? The passage is about the tulip, the symbol of Holland. 2-də deyir ki, which word in the passage is the antonym of the word to buy? Yəni mətndəki almaq sözünün antonimi, əksi nədir? Burada da olacaq to sell, yəni satmaq. 3-də deyir ki, write the adjective describing fields. Yəni bu sözü izah eləyən, təsvir eləyən bir sifəti yazmaq lazımdır. Burada da əgər görürsünüzsə yazılıb, baxın, great fields. Great sözü, deməli, burada cavab great olacaq. Great olacaq. 4-də də deyir ki, choose the correct statement according to the passage. Yəni, bu mətnə əsasən düzgün fikri seçin. Burada da cavab B olacaq. People come to Holland to attend festivals. Cavab B.